Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir nasihatidir. Biz size sizden evvelki ehli kitaba tövsiye ettiğimiz kimi Allah'tan korkmağı tövsiye ederiz. Ve sonra bil ki sefer iki seferdir. Birincisi bu dünyada hansı ki əksər insanlar edir bu seferi. Cürbəcür məqsədlər üçün, əyləncə üçün, dincəlmək üçün, rahatlıq üçün, ticarət üçün, iş üçün gəzir, səfər edir ki, şəhərləri görsün, ölkələri görsün, səfər edir ki, qəribəlikləri, möcüzələri, təəccüb edəcəyi tarixi yerləri görsün. Ona görə nə çox insan səfər edir. Nadir olar ki, kimsə səfər etməsin. Hətta su belə, əgər damiyyətli axan deyilsə, qaldığı yerdə görürsən ki, xarab olur. Əgər günəş damiyyətli bir yerdə qalsaydı, insanlar bezərdilər ondan. Hətta aslan belə meşədən çıxmasaydı ovlanmaq üçün yırtıcı olmazdı. Ox yayından çıxmasaydı hədəfə dəyməzdi. Ona görə Əl-Təalibi rahiməhullah səfərin fəzilətindən, üstünlüyündən danışanda deyir ki, səfər edən, səfər etdiyi vaxt gəzdiyi kəndin, ölkənin möcüzələrini görüb, təbiətinin gözəlliyini, tarixi yerləri görüb, Allah Taala'nın qüdrətini daha çox anlayır. Müsafir o vaxt ki, səfərə çıxır, Allahın əzəmətini məxluqatında görür, şahid olduqlarında görür, evlərdə görür və dərk edir. Allah Taala'nın qüdrəti necə əzəmətlidir. Növbə-növ məxluqat görməklə, mənzərələr görməklə, yüksək dağlar, heyvanlar, bitkilər görməklə, yüksək ağaclar, tabanı olan, olmayan, yerə sərilmiş bitkilər görməklə dərk edir Allah Taala'nın əzəmətini. Ona görə də səfər təcrübədir. Təcrübədir insan üçün bu dünyada. Səfər təcrübə olmaqla yanaşı, insan əyləncə axtarsa belə onda, rahatlıq axtarsa belə həmçinin məşəqqətdir, çətinlikdir. Nəfslər imtihan olunur bu səfərdə, sınaq olunur. O imtihandan keçib əsil, əsalətli kişilər üzə çıxsın deyə, gözümlü, səbirli üzə çıxsın deyə, acizlər bilinsin deyə. Ona görə insan səfərdən əzəmətli dərs alır. Onun üçün, düşünməsi üçün, ibrət alması üçün qapılar açılır. Buyurur ki, sallallahu aleyhi və səlləm, Əs-səfəru qitətun minəl-ədəb. Səfər əzabdan bir parçadır. Yəmnə əhədukum ta'aməhu və şərabəh və nəvməh. Sizdən birinizə mani olur və ya məhrum edir yeməkdən, içməkdən, yatmaqdan. Fəizə qada nəhmətəhu fəlyuəccil ilə əhlihi. Əgər sizdən biri səfərini başa vurubsa, ailəsinin yanına tələssin. Və səfər ona görə səfər adlanıb ki, kişinin əxlaqını üzə çıxarır. Ona görə səfər adlanır ki, insanların xasiyyətini üzə çıxarır. Ona görə Ömər-Xattab radiyallahu anhu yanında kimsə hər hansı bir kişini şahid kimi gətirirdisə, deyirdisə, bu mənim şahidim filan kəsdir, deyərdi ki, həl səfərtə məh, onu ilə səfər etmisən, həl əməltəhu bid dinari və dirhəm, onu ilə dinarla, dirhəmlə müamilə etmisən, əgər desəydi bəli, qəbul edirdi ondan. Əgər desəydi yox, deyirdi ki, sən onun haqda heç nə bilmirsən. Ona görə səfər heç də mücərrəd bir yerdən başqa yerə keçmək deyil, başqa yerə getmək deyil, əksinə ruhun, cəsədin təcrübəsidir. İbrətdir, dərsdir, xatırladır bizə səfər ki, bizim bəşər kimi məhdudiyyətimiz var. Həqiqətdə bu səfər, hansı ki çıxırıq, o dayanmır, damiyyətlidir ta ki Allah Taala ilə qarşılaşana qədər, Allah Taala'nın huzuruna çıxana qədər. Xatırladır bizə ki, Allah Taala'ya möhtacıq, zəifi, acizi. Ona görə insanı səfərdə tanıyırsan. Və insan özünü səfərdə tanıyır, xüsusən də uzaq yerə səfərə çıxırsa. Və bəzən rahatlıq olsa belə, səfərdə görürsən ki, o rahatlıq hansı ki adət edib, o ona ağır gəlir. Aciz olur, xasiyyəti ortaya çıxır. Üzləşdiyi o çətinlik, o sıxıntı, o təhlükə hansı ki labüddür ki üzləşsin. Görürsən ki, şikayət edir, səbirsizlik edir, dözümsüzlük edir. Ona görə səfərin çətinliyi, sıxıntısı elədir ki, insan xasiyyətini gizlədə bilmir onda. Hikmət sahibləri deyərdilər ki, səfərdə sadiqi yalancı görərsən, səxavətlini paxıl görərsən, səbirlini səbirsiz görərsən. Əgər insan səbirlidirsə,
Allaha təvəkkül edəndirsə, o səfəri onun üçün savab olaraq qayıdır ona. Bədəni üçün, ruhu üçün qüvvət olaraq qayıdır. O məşəqqət asanlaşır onun üçün. Yox, əgər səbirsizdirsə o səfəri, dözümsüzlük edirsə o səfərində, görürsən ki, həqiqətdə o səfər ona ağır gəlir, çətin gəlir. Və ən əzəmətli səfər, Allah Taalaya səfər, ahirətə səfərdir. Ona görə o məsələlərdən biri hansı ki, möminlər hamısı sənə müvafiqdir. Müsəlmanlardan heç kim sənə müxalif deyil onda. Odur ki, bu dünya bir körpüdür. Bu dünya keçid üçün bir yoldur. O körpüdən keçmək üçün. Bu bir diyardan digər diyara addımlamaq üçün, qət etmək üçün. Ona görə bu diyar hansı ki ondan keçid edirsən, əslində fanidir. Yoxdur, puç olan bir diyardır. Və keçəcəyin o diyar isə əbədiyyət diyarıdır. ثُمَّ رُدُّوا إِلَى اللّٰهِ Sonra onlar Allahın huzuruna qaytarılacaqlar. Sonra qaytarılacaq Rəbbimizin huzuruna. Sonra isə ya əbədi neymətə, ya da ağrı verici əzaba, cəhənnəmin alovuna. فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ Bir dəstə cənnətdə olacaq, bir dəstə odun içərisində. Ona görə biz bu dünyada davamiyyətli səfərdəyik. Və bilmirik, nə vaxt bizə deyiləcək ki, artıq miniyindən düş, ailənlə vidalaş, malınla vidalaş, əməlvi ərz et, o vaxt səfərin qurtaracaq. فَإِذَا جَاءَ أَجَلُهَا لَا يَسْتَخِرُونَ سَاعَةً وَلَا يَسْتَقِّمُونَ Əcəli gəldiyi zaman və ya onların əcəli gəldiyi zaman nə bir saat gedişdirilər, nə də ki tezləşdirilər. Ona görə o səfər hansı ki səfər edirik bu dünyada, əzabdan bir parçadsa, gör ahirətə olan, Rəbbimizə doğru olan səfərimiz necə. Ona görə səfər məşəqqətdir, həm bu dünyada, həm də ahirətə olan səfər. O da məşəqqətdir, çətindir, yol uzaqdır, azüqə azdır, kifayət deyil. Və səfərin sonu da ya oddur, ya əbədi tükənməyən neymətdir. Və dünya səfəri bizə sadəcə bir xatırlamadır, ahirəti xatırladır. Əzəmətli səfəri, hansı ki həqiqi səfər oradır, o əbədiyyət diyarına. Buyurur ki, sallallahu aleyhi və səlləmdən rəvayət olunan bir hədisdə, ravi deyir ki, nəmə Rasulullah sallallahu aleyhi və səlləm ələ hasirin fəqamə və qad əthərə fi cənbihi. Peyğəmbər sallallahu aleyhi və səlləm bir həsirin üzərində yatdı, yuxladı və həsir onun bir tərəfinə iz qoydu, təsir etdi, yəni əzdi. Fəqulnə ya Rasulallah, ləv ittəxadnə ləkə vat'an. Dedi ki, ey Allahın elçisi, bəlkə sənin üçün döşək götürək, döşək düzəldək. Dedi ki, sallallahu aleyhi və səlləm, məli və məli dünya. Mən hara, dünya hara. Mənə fid dünya illə kərakibin, istadallə təhtə şəcərə, thumma rahə və tərikəhə. Mənimlə dünyanın misalı və ya mənim dünyadakı misalım ağacın altında kölgələnmək üçün dayanan bir atının misalıdır. Sonra qalxır, gedir və tərk edir o ağac, o kölgəni. Ona görə də dünya həyatı hansı ki yaşayırıq, dayanacaqdan başqa bir şey deyil. Elə bilmə ki, uzun bir dayanacaqdır, yox, əsla. Əslində qısa bir dayanacaqdır. İnsan bu dayanacaqda dayanır və keçid edir qərar diyarına. Ona görə elə dayanmalısan ki, bilməlisən ki, əbədi qalmayacaqsan burada. Kun fid dunya kəənnəkə qarib, qarib əv əbiri səbil. Dünyada elə ol ki, elə yaşa ki, sanki qəribsən. Yəni sənin daimi qalacağın yer deyil və ya yol keçən kimi. Və dünya səfəri öyrədir bizə hazırlığı. Öyrədir ki, hazırlaşmalıyıq ahirət səfərinə, azıqə götürərək. Və ən xeyirli azıqə də Allah Taala'nın təqvasıdır. Allah qorxusudur. Və təzəvvədu fə innə xeyra zədid təqva. Azıqə götürün. Ən xeyirli azıqə Allah qorxusudur. Və Allah qorxusu təkcə dildə Allahdan qorxuram demək deyil. Əksinə, hər gün Allah qorxusu əməllərimizdə özünü biruzə verməlidir, təcəlli etməlidir. Namazda hansı ki qulla Rəbb arasında bağlılıqdır, gizli danışmaqdır, sirli söhbətdir. Orucla hansı ki nəfsimizin paklığıdır, təmizliyidir. Sədəqə ilə hansı ki malımızın təmizliyidir, bərəkətidir, artmasıdır. Gözəl əxlaqla hansı ki qiyamət günü tərəzidir. İmanla, salih əməllə, ixlasla, tövbə ilə hansı ki Allah Taala sevir tövbə edənləri, bağışlayır ixlasla əməl edənləri. Dua ilə, ümidlə Allahdan tələb etməlidir insan daima müvəffəqiyyət səfərində, dünyasında, ahirəti üçün. Ona görə də müsafir bu dünyada özü ilə necə azıqə götürürsə yemək, içmək, minik, ahirəti üçün də elə azıqə götürməlidir. İmanla, salih əməllə. Buyurur ki, sallallahu aleyhi və səlləm, Əd-dünya məl'unə məl'unətun mə fiyhə. Dünya lənətlənib, onda nə varsa,
İlla zikrallahi ve ma valah ve alimen ve mutaallimen. Yalnız istisnadır. Allah Teala'nın zikri ve ona yakın olan, Allah'ın sevdiği ve alim ve həmçinin də öyrənən, yəni elm tələb edən tələbə. Ona görə hikmət sahibi, ağıl sahibi olan insan ahireti üçün əməl edər. Necə dünyası üçün əməl edir? Buyurub ki, sallallahu aleyhi ve sellem, Əl-keyyisu mən dənə nəfsəh. Ağıl sahibi odur ki, öz nəfsinə qaydar. Və amilə limə ba'dəl mevt. Ölümdən sonrası üçün əməl edər. Vəl-acizu mən ətbəə nəfsəhu həvah və təmənnə aləllahi təmənni. Aciz isə o kəsdir ki, nəfsinin havasına uyar və Allaha arzularla yaşayar. Bəs edir ki, bu dünya ancaq günlərdir. Və sən də günlərsən, necə Həsən el-Basri vəsf edib səni? Deyib ki, sən cəm olunmuş günlərsən ey Adəm övladı. Hər gün keçdikcə bir hissən gedir. Ona görə də həqiqi səfər həqiqətdə ölümdür. Ölüm hansı ki hazırlaşmalısan ona. Və o ölüm gəldikdə necə Peyğəmbər sallallahu aleyhi ve sellem vəsf edib. Elə ki qəbrə qoyulacaqsan, əshabın, yaxınların ayrılacaq səndən, uzaqlaşacaq səndən, sən onların ayaq səslərini eşitsən də qaldırılacaqsan, mələklər soruşacaq səndən, sənə göndərilən bu kişi haqqda nə bilirsən? Ona görə xoşbəxt o kəsdir ki, ahirəti üçün əməl edib. Bədbəxt o kəsdir ki, bu səfərdən ahirəti üçün bir xatırlama, bir pay götürməyib. Ya eyyuhəl-ləzīnə əmənuttəqullah vəl-tənzur nəfsun mə qəddəmət liğad. Ey iman edənlər, Allahdan qorxun və hər bir nəfs baxsın sabahı üçün nə hazırlayıb. Ona görə bu səfərimizdən, bu dünyadakı səfərdən xatırlama götürək özümüz üçün, o böyük səfərə hazırlıq üçün nəfsimizi hesaba çəkək, hesaba çəkilməmişdən əvvəl hazırlaşaq o əzəmətli görüşə, Rəbbimizin huzuruna çıxmağa. Allah Teala bizi o hazırlığı görüb ona müvəffəq olan bəndələrdən etsin. Bizim əməllərimizi qəbul etsin, ruzimizi gözəl bir şəkildə versin, sonluğumuzu gözəl etsin. Allah Teala bizi onun itayətinə müvəffəq etsin, sabit etsin bizi bu dünyada. Hətta onunla qarşılaşdıqda bizdən razı olaraq bizi qarşılasın. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsməun.